Bugün gəlin birlikdə tarixin ən cəsarətli, ən mübahisəli və ən ağlasığmaz fərziyyələrindən birinə baş vuraq. Bu elə bir hekayədir ki, bizi qədim Skandinaviya saqalarından götürüb, birbaşa Azərbaycanın günəşli qayalarına qədər aparacaq. Hazırsınızsa, gəlin başlayaq. Baxın, hər şey bu sualdan başlayır. İlk baxışdan bəlkə də qəribə, hətta fantastik səslənir, elə deyilmi? Vikinglərin baş tanrısı Odinin və onun xalqının, yəni asların əslində Qafqazdan gəlməsi. Amma bilin ki, bir dünya şöhrətli səyyah ömrünün son illərini məhz bu sirri açmağa həsr edib. Və bu şəxs heç də sıradan biri değildi. Söhbət əfsanəri Kon-Tiki ekspedisiyasına bütün dünyada məşhurlaşan Norveçli tədqiqatçı Thor Heyerdaldan gedir. O, həmişə ənənəvi elmi düşüncələrə meydan oxumaqdan çəkinməyən bir insan olub. Bu dəfə isə o, öz xalqının köklərini axtarmaq üçün çox gözlənilməz bir səyahətə çıxmışdı. Yaxşı, bəs Heyerdalı bu qədər inanılmaz bir axtarışa sövq edən nə idi? Onu Norveçdən Azərbaycana gətirən qığılcım haradan gəlirdi? Cavab yüzillər əvvəl buzlu İslandiyada yazılmış qədim bir mətnin səhifələrində gizlənirdi. Bütün bu hekayənin mərkəzində 13-cü əsr tarixçisi Snorri Sturluson tərəfindən yazılmış Ynglinga saqası dayanır. İndi düşünə bilərsiniz ki, bu da yəqin digər mifologiya kitabları kimidir. Amma yox. Snorri'nin fərqi oydu ki, o tanrıları göydən enmiş varlıqlar kimi deyil, tamamilə real, bizim kimi insan, tarixi şəxsiyyətlər kimi təsvir edirdi. Və məhz bu detal Heyerdal üçün bir açar nöqtəsi oldu. Deməli, Snorri'nin hekayəsi belədir. Odin, Asir adlı bir ölkədə yaşayan real bir sərkərdə olub. Romalıların təzyiqi ilə o və onun xalqı, yəni aslar, öz yurdularını tərk edərək şimala doğru uzun bir səyahətə çıxırlar. Nəhayət, Skandinaviyaya çatanda onların bilik və bacarıqları yerli xalqa o qədər heyrətləndirir ki, zamanla onlara tanrı kimi baxmağa başlayırlar. Heyerdal üçün bu mifologiya deyildi. Bu sadəcə unudulmuş bir köçün hekayəsi idi. Sakadakı bu hekayəni bir xəritə kimi əlində rəhbər tutan Heyerdal, Odinin itmiş vətənini axtarmağa başlayır və bu axtarışlar onu birbaşa Azərbaycana, millilik sirləri qoruyan Qobustan qayalıqlarına gətirib çıxarır. Bu üstad əslində Heyerdalın bütün düşüncə tərzini mükəmməl şəkildə ifadə edir. O inanırdı ki, qədim sivilizasiyalar quru yolları ilə deyil, məhz su yolları ilə bir-birinə bağlanıb və Qobustanda tapdıqları onun bu inamını daha da gücləndirdi. Təsəvvür edin, Heyerdal 1981-ci ildə ilk dəfə Qobustana gələndə gördüklərindən sözün əsl mənasında heyrətə düşür. Amma onu hər şeydən çox cəlb edən məhz bu qayıq təsvirləri idi. O, bu qadim petroqliflərdə öz nəzəriyyəsinin əsas vizual sübutunu Skandinaviya ilə Azərbaycan arasında unudulmuş bir əlaqənin izini tapdığını düşünürdü. Beləliklə, Heyerdalın nəzəriyyəsi 3 təməl üzərində dayanırdı. Birincisi, vizual əlaqə. Qobustandakı qayıqların forması ilə uzaq Norveçdəki qaya təsvirləri arasında gördüyü heyrətamiz oxşarlıq. İkincisi, o, Odin adının Azərbaycanda yaşayan qədim Udi xalqının adı ilə səsləşdiyini düşünürdü. Və nəhayət, üçüncüsü, Skandinaviya mifologiyasındakı ilahi azlar tayfasının adını Sagadakı Aysir ölkəsi və hətta Azərbaycan toponimi ilə əlaqələndirirdi. Bütün bunlar bir araya gəldikdə, Heyerdal üçün mənzərə tamamilə aydın idi. Təbii ki, belə cəsarətli bir nəzəriyyə elmi ictimaiyyət tərəfindən reaksiyasız qarşılana bilməzdi. Heyerdalın bu iddiaları, xüsusilə də Norveç Akademiyasında çox ciddi tənqidlərlə üzləşdi. Tənqidçilərin əsas argumentləri dilçilik və tarixin uyğunsuzluğuna əsaslanırdı. Məsələn, Odin adı ilə Udi xalqı arasındakı əlaqə. Alimlər deyirdilər ki, bu bir anakronizmdir, yəni tarixi uyğunsuzluqdur. Çünki 2000 il əvvəl Odinin adı heç də Odin deyildi. Qədim German dilində bu ad Votanaz kimi səslənirdi. Və Votanaz ilə Udi arasında təbii ki, heç bir səs bənzərliyi yoxdur. Eynilə Aslar və Azərbaycan adlarının bənzərliyi də sadəcə lingvistik təsadüf hesab olunurdu. Çünki dillər minillər ərzində dəyişir və bu cür səsləşmələr tez-tez rast gəlinən bir haldır. Nəticədə Norveç akademik dairələri Heyerdalın nəzəriyyəsinə çox sərt yanaşaraq onu elmi əsasları olmayan psevdo-arxeologiya adlandırdılar. Onların fikrincə, bu sadəcə bir macəraçının həddən artıq romantik fərziyyəsi idi. Lakin hekayə burada bitmir. Hətta deyərdim ki, ən maraqlı hissəsi məhz indi başlayır. Elmi cəhətdən rədd edilsə də, Heyerdalın nəzəriyyəsi tamamilə gözlənilməz və çox müsbət nəticələrə səbəb oldu. Bu, bir ideyanın elmi doğruluğundan asılı olmayaraq necə güclü təsirə malik ola biləcəyinin bəlkə də ən parlaq nümunəsidir.
Düşünün, Heyderdalın fəaliyyəti sayəsində Azərbaycan və Norveç arasında unikal bir mədəni körpü quruldu. Onun işləri iki ölkə arasındakı əlaqələrə yeni bir təkan verdi. Beynəlxalq konferanslar keçirildi, alimlər bir araya gəldi, amma bundan da əhəmiyyətlisi bu maraq real mədəni diplomatiyaya çevrildi. Məhz Norveç hökumətinin maliyyə dəstəyi ilə Şəki yaxınlığındakı qədim Kiş kilsəsi bərpa olundu və bu əməkdaşlıq bu gün də müxtəlif layihələrlə davam edir. Beləliklə, Tur Heyerdalın o din nəzəriyyəsi bəlkə də elmi sübutunu tapmadı, amma o iki fərqli mədəniyyəti bir-birinə yaxınlaşdıran, unudulmuş tarixi irsə diqqət çəkən və bugünə qədər davam edən bir dostluğun təməlini qoyan bir qığılcım oldu. Bu da bizi son bir sualla baş-başa qoyur. Bəzən bir ideyanın yaratdığı körpülər onun elmi doğruluğundan daha vacib ola bilməzmi? Məncə bu barədə düşünməyə dəyər.